Hər bir şeyin yanında şükür olsun. Bax, mən sizə tövsiyəm budur. Hər bir xüsusiyyətin yanında şükrün varsa, hər bir hadisənin, hər bir şeyin yanında şükrün varsa, sən düz adamsan. O fikir verin, rüküyə girsin. Subhanə Rabbiyəl ə'la və bihamdi. Səcdəyə girsin. Subhanə Rabbiyəl ə'la və bihamdi. Təsbih deyirsən Allah'a yanında təşəkkür. Açırsan Quranı namazda da o surənin dilində Bismillah başlanan kimi birinci sözdə də Elhamdülillah Rabbil Aləmin. Bu halı səndə yaratmaq istəyir. Bu halı səndə formalaşdırmaq istəyir. Oruç ayı keçdi, Ramazan ayı. Orucun şükrü halında görə ola ki, bir ay mənə qismət elədin, oruç tutdum. Çox adamlar vardı, oruç tutmadı. Mənə nəsib elədi. İbadətin bir şükrü var, bir tövbəsi. Şükür olsun ki, mənə fürsət verdin, oruç tutdun, üzr istəyirəm ki, yaxşı oruç tutmadım. Şükür edirəm ki, qismət elədin, namaz qıldın, üzr istəyirəm ki, yaxşı namaz qılmadın. Ona görə də hər əməlin yanında bir şükür olsun, bir istiğfar, bir üzrxahlıq.